İndi mən bizim çox dəyərli Seyfəddin doktordan xahiş eləyəcəm. Mən inanıram ki, sizin bəlkə də bir kəlmə sözünüz, bir cümləniz bəlkə o Pərvini bu çıxış yolu tapmaqda bir yola gətirər, hə? Nurana xanım, çox sağ olun. Valla mən sizə deyim, mən dedim 10 gün olar ki, Hindistandan gəlmişəm. Orada bir universitet akademi. Mən bu yaşımda elə mənim başımın içini təmizlədilər, saflaşdırdılar. Yəni, dərk elədin ki, bu dünyada ən böyük xoşbəxtlik əsəb sakitliyidir. İnsanın hüzurudur, rahatçılığıdır. Və inanın ki, orada ən hündürdən danışan adam mən idim. Utanırdım ki, insanlar nə xoş. 95 yaşı var, 105 yaşı var. Xoşbəxtdirlər. Allah insana verdiyi birinci var dövlət nədir? Sağlamlıq. Ondan yuxarı heç nə vermir. Heç kim heç nə aparmır. Və o sağlamlığın da kökü hara bağlıdır? Yapon nə deyir? Deyir 6 yaşına qədər uşaq evi yandırsa, maşının nə eləsə uşağa dəymək olmaz, toxunmaq olmaz. Niyə? Sən onun psixologiyasına toxunandan sonra uşaq nə edəcək? Gələcəyin xəstəsidir. Və burada mən bu işi görürəm. İkinci dəfə şahid oluram. Bu gərginlik elə belə deyil. Bu insanların hamısı atadır, anadır. Bilirlər o uşağın taleyi nə olacaq. Mən də görürəm. Mən görürəm o uşağın taleyi Allah eləməsin. Gələcək epileptik xəstədir, isterik tutmadır. O uşaq sağlam ola bilməz. Təzyiq altında olan uşaq elə. O nənəyə deyirəm. O atıya deyirəm. Qızım, bir dənə xahiş edirəm. Mənim sözümü kəsmə, xahiş edirəm. Bizi dəqiq tutarım. Ki, ay nənə, ay ata, ay ana. O uşaq gələcəkdə potensial xəstə olacaq. O uşağa dünyanı tövsəni sağalda bilməyəcəksiniz. Və onun bircə də əlacı budur ki, bir çıxış yolu tapılmalıdır. Tapmaq üçün nə etmək lazımdır? Mənim gördüyümü deyirəm. Demirəm ki, o adamlar qanunsuzdur. Mən onu demirəm. Çünki mənim də bildiyim var ki, qanuna əsaslanmasa ora qədər gedə bilməzlər. Mümkün deyil. Heç kim gedə bilməz. O qanunlar olduğu kimi bir çıxış yolu da tapmaq olur. Məsələn, mən gördüyüm hadisələrdən olur ki, şu an bir nanaya verirlər, bir nataya verirlər ki, sakitlərsində. Bu, yırtıcı quş kimi, qartal kimi fırlanacaq, ölənə qədər bu ana yatmayacaq. O uşağın ətrafında o gərginliyi yaradacaq. O nənə də zülüm çəkəcək, o ata da zülüm çəkəcək, baba da. O uşaq xəstələnəndə özlərinə söyləyəcəklər ki, ay Allah, biz nə qələt elədik? Kaş bunu belə eləməyəydik. O kaşı bəri başdan eləyib, o uşağın xoşbəxtliyi, sağlamlığı xatirinə bu anaya da bir şans vermək lazımdır. Bir görüşdür, heç olmasa solğu genişlənsin, bir ürəyi sakitlərsin. Bu yana onsuz da mümkün deyil, rahatlanmayacaq. Buradan gedib başqa efirə çıxacaq, oradan gedib o haralara gedəcək. Ona görə bu anaya şərait lazımdır. Özləri də sakitləşəcəklər, uşaq da rahat olacaq. O uşaq gecə yatmır, o uşaq səhərə qədər qorxulu yuxular görür. Ona görə də mən yenə də deyirəm, dəvət edirəm, ay nənə, ay baba, ay ata, ay ana, gəlin bir görüşün, harada deyirsiniz, lap biz də gələyik, biz sakitliklə, rahatca uşağın xatirinə, bunların yox, elə bunların da öz xatirinə, inanın ki, bunların da gecə yuxusu yoxdur, o nənənin də yoxdur, o atanın da və bunun da, o uşaqlar ağladıqca və gələcək xəstəliyə tutulma ehtimalı artdıqca, onların yediyi zəhər olacaq. Gəlin o məsələni bəri başdan həll edin. Mən belə müraciət edirəm. Bir ağsaqqal kimi, bir həkim kimi, bir psixoloq kimi müraciət edirəm. Allah kömək olsun.